Sabunçu rayonunda Zabrat 2-də, bu qəsəbədə isə yaşayan sakinlər uzun müddətdir həm kanalizasiya sistemlərinin işləməməsindən, həm də məişət tullantılarının vaxtında daşınmamasından narazıdırlar. Onların sözlərinə görə ətraf o qədər antisanitar vəziyyətə gəlib çıxır ki, məcbur qalıb bəzən özləri zibilləri daşımağa bir növ məcbur olurlar. Amma nə fayda? Həmin vəziyyət elə yenidən yaranır. Çünki zibili vaxtında daşıyan yoxdur. Adamlar zibillərində tökməyə yer tapa bilmirlər. Mövzunu araşdırmışıq. Görək, həmən ərazidə daha nələr və hansı problemlər var. Hardansa o üzdən liftdən keçib, meşoklarla töküblər, itlər, pişiklər, boy. Bir dənə insan leşi yoxdur. Bax, it leşi, pişik leşi. Da buradan uşaq keçməyə mümkündür. Hansına deyirəmsə nəzərə alan yoxdur. Ay anam bacım, polis deyirlər. Burada kanalizasiya yoxdur. Burada 3 dənə qutu vardı, zibil qutusu. Bu 3 zibil qutusunun biri ləğv oldu, götürdülər, qaldı ikisi. İkisini də aşırıdan kimidir. Camaat tökür içinə, altından axıdır, dağılır. Azər suya icra başçısına 3 il bundan qabaq icra başçısının qəbulunda olduq ki, burada kanalizasiya bərbad vəziyyətdədir. Süründürdülər, gətirdilər vəziyyət. Axır o yerə gəldilər, dedilər ki, ora layihədə yoxdur. Layihədə yox idiysə, pulu alıb, evləri tikdirəndə yaxşı idi mi? Onda dedilər ki, bura layihədə yoxdur, burada tikdirməyib. Yaxşı deyir ki, o sakinlərdən biri deyir, madam ki, layihədə yox idi, onda necə olur ki, pul alıb ev tikməyimizə icazə verirdiniz. Maraqlı görürsən, o pulu kim alıb və indi vaxtı ilə göz yumub, sakinlər də ev tikiblər. İndi gələndə ki, kanalizasiyamızın çəkilməsi istiqamətində bir köməkli eləyin, deyir, layihədə yoxdur. Bu necə olur? Bəs onda evlərin tikilməsi hansı layihə əsasında baş tutdu? Bax, bu da ayrıca bir sualdır. Sakinin də haqlı bir yanaşması və haqlı bir sualıdır. Digər tərəfdən də sakinlər deyir ki, burada doğrudan da zibil qutuları aş süzənə oxşuyur və orada zibili buradan tökürsən, yəqin ki, aşağı hissəsindən elə yerə töküləcək. Çünki deşik-deşikdir və istismar müddəti də bitib. Mən anlamadığım bir digər məsələ odur ki, bu zibil qutularını qurmaq hansı layihə əsasında həyata keçirilməlidir ki, ən azından ora bir 5-10 zibil qutusu yerləşdirmək bir o qədər də çətin məsələ deyil axı. Yəni, həmin ərazi üçün, həmin bələdiyyə üçün ki, sakinlər heç olmayan zibil qutularını orada görüb zibili ora atsınlar. Zibili atmağa yer yoxdur. Digər tərəfdən də kanalizasiya məsələsi belə anlaşıldı ki, belə məlum oldu ki, layihədə evlərin tikilməsi dırnaq arasında var imiş, amma kanalizasiyanın çəkilməsi layihədə yox.